Bu yaxınlarda mən Qarabağda 44-cü dəfə olanda bir erməni ilə video çəkdim. Fred adlı balaca bir ermənidir, qoca kişi. Çörəklə gəzirir. Mən də dedim ki, bizim çörəmiz necədir? O dedi, əla vişi. Mən dedim, görsünüz, erməni bizim çörəyimizi yer. Eyni zamanda Xankəndidən 30 kilometr uzaqlığında Ağdamda bir ay ərzində bir neçə yerdə minalar partladı. Bir ailə minaya düşdü, sonra 2 uşaq minaya düşdü. Və mənim sualım buradan narazı qalan ermənilərə deyil. Onlar təbii ki, deyəcəklər ki, Kamran, Naşova, Starika, intervyu, o mənasızdır. Bizimkilərə, narazı bizimkilərə deyirlər ki, Kamran məzələnirsən oyuna. Mən onunla ciddi olmalıyam, əllərindən öpməliyəm, təşəkkürümü bildirməliyəm. Mən başa düşə bilmirəm. Ha? Mən onu döydüm, incitdim, söydüm. Yox! Siz nədən narazısınız? Mən başa düşə bilmirəm. Ha? Mən 45 dəfə, 60 dəfə, 50 dəfə Qarabağa gelmişəm. Qaziləri, veteranları, şəhid ailələrini aparmışam. Bütün Azərbaycanda videoları çəkib paylaşmışam. Tək ermənilərə qarşı sosial mediada 5 ildir mən müharibə aparıram. Bəzi uşaqlar poddeşka verdilər, bəziləri məndən də yaxşı oldular. Amma indi demək olar ki, sosial mediada mən bunlara qarşı tək qalmışam. Faktdır, realdır. Nədən narazısınız? Ha? Bizim mina xəritələrimizi versinlər. Dedilər ki, bax bu orada minalar var. Vermirlər. Bizim cəmaat da qırılır. Bəzi bizimkilər də narazı qalır. Mən başa düşə bilmirəm. Kimi qulaq asım, neyniyim? Gedim Freddən üzr istəyim, əllərindən öpüm. Çox sağ olun əzizlərim. Var olun. Görüşərik Qarabağda.